doğru ətri necə seçək və bu da məncə çoxunuzu maraqlandırır. Əslində hər kəsin vurduğu ətri yox, sizi xoşbəxt olmağınıza səbəb olan və sizi xoş əhval-ruhiyyədə hiss etdirən ətri seçməlisiniz. O vaxta kimi, yəni o ətri axtarmalısınız ki, hətta deyəsiniz ki, bu əti sırf mənim ətrimdir. O qənaətə gələnə kimi. Bunun üçün bir neçə qısaca məlumat verim, nüanslar qeyd edeyim. İstifadə etdiyiniz çalışın ətrin qrupunu tapın. Hansı qrupa aiddir? Çünki ətirlər qruplara bölünür. Ağac, odunsal qrupu var, şipri var, şərq qrupu var, bir qrup var və s. Və o qrupa aid olan başqa ətirlərə deneyin, yoxlayın və təbii ki, mütəxəssis bir satıcıya müraciət edin. Bir neçə ətri çalışın, 2-3 ətirdən çox olmasın. Onu məsələn biləklərinizə istifadə edin, köynəyinizə vura bilərsiniz. Qulaq arxası hissələrə ətri vurmağı bəziləri deyirlər, amma ora ən yağlı bölgələrdən biridir, yəni ona ehtiyac yoxdur və o ətirlə bir müddət keçirin ki, biləsiniz ki, o ətri sevirsiniz ya yox. Çünki vurduğunuzda bir 15 dəqiqəyə kimi ilk notlar uçur və ola bilər siz ilk notları sevəsiniz, amma orta notları sevməyə bilərsiniz. Bir müddət o ətirlə vaxt keçirin və bir neçə belə denəmələrdən sonra biləcəksiniz ki, bu sizin ətrinizdir ya yox. Təşəkkür edirəm hamınıza. Biz teşekkür ediyoruz. Size minnettarız.